Uşaqlar yolu keçə bilmir. Səhər-səhər burada məktəbə gedəndə mümkün olmur ki, uşaqlar məktəbə getsin. Keçirəm, zülmlə keçirəm, qorxa-qorxa keçirəm. Dayanıb da gözləyirəm ki, birdən böyrdən maşın gələr. Ən azı burada yarım saat, 1 saat gözləyirlər ki, yol boşalsın, sonra keçsinlər. Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsini, yəni bu hissəni çox təhlükəli yol hesab etmək olar. Çünki piyada zolağı olsa da ancaq çox təəssüf ki, sürücülər məhz bu istiqamətdən hərəkətdə olarkən piyada zolağından keçən sakinləri gözləmirlər. Məhz bu səbəbdən də məhz bu istiqamətdə tez-tez ağır yol nəqliyyat hadisələri baş verir. Ceyranbatan qəsəbəsinin məhz bu istiqamətindən yolun o biri tərəfinə keçmək istəyirəm. Bir test edəcəm. Görüm sürücülər həqiqətən də bu istiqamətdən keçən piyadalara yol verirlər həqiqətən yoxsa yox. Dəfələrlə test edirəm. Piyada zolağı var, ancaq çox sürətlə gəlir avtomobillər. Biri görsə də digəri buna məhəl qoymur. Elə gəldiyi sürətlə də məhz bu istiqamətdə, bu da şahidi olursunuz, gözləmirlər. Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində piyada təhlükəsizliyi ilə bağlı ciddi narazılıq yaranıb. Sakinlər bildirirlər ki, magistral yol üzərində piyada zolağı olsa da, sürücülər çox vaxt piyadalara yol vermir. Bu isə xüsusilə səhər və axşam saatlarında insanların yolunu keçməsini son dərəcədə təhlükəli edir. Sakinlərin sözlərinə görə yoldan hər gün məktəblilər, yaşlılar və işə tələsən insanlar istifadə edir. Lakin sürət həddi yüksək olduğundan piyada zolağı faktiki olaraq təhlükəsiz keçid funksiyasını daşımır. Buna görə əhalinin əsas tələbi yerüstü piyada keçidinin quraşdırılması və ya ən azı əllə idarə olunan işıqforun həmin nöqtəyə yerləşdirilməsidir. Yer üstündə keçid olsa lap gözəl olar. Yəni piyada zolağı var, amma sürücülər gözləmir. Gözləmir. Ya svetofor olsa lap gözəl olar, knovka ilə keçidən, ya da ki yer üstü keçid qoysalar lap gözəl olar. Ona görə də həm də ağır qəzalar olmaz. Hə, olmaz. Və deyirsiniz, burada sakinlərin ən çox üzləşdiyi problem məhz budur. Məhz odur. Hal-halki vəziyyət çəkə bilərsiniz, yəni piyada keçidini çəkə bilərsiniz. Çətinliklə gedib gəlirlər. Hə, elə biri mən özüm keçirəm, zülmlə keçirəm, qorxa-qorxa keçirəm. Dayanıb da gözləyirəm ki, birdən böyrdən maşın gələr. Vurar. Hə, vurar. İri tonnajlı maşınlardır, avtomobillərə baxın. Siz elə özünüz baxsanız da görəcəksiniz ki, dayanmadan kamazlar keçir, yük avtomobilləridir. Onlar da ki, əyləci bilirsiniz, ən azı 5-6 metr əvvəldən verməlidir ki, ora çata bilsin. Piyada reski çıxır, belə qəfildən çıxır piyada zolağının üstünə. Mümkün deyil ki, saxlasın. Hal-hazırda yəni vəziyyət özünüz görürsünüz. Şahid oluruq hal-hazırda, yəni piyada güclə bitər keçdi. Yəni o keçməyə də bilir. Öz məhəlləmizdə qalan burada insan öz həyatını itirdi bu səbəbdən. Uşaqlar yolu keçə bilmir. Səhər-səhər burada məktəbə gedəndə mümkün olmur ki, uşaqlar məktəbə getsin. Ən azı burada yarım saat, 1 saat gözləyirlər ki, yol boşalsın, sonra keçsinlər. Həmçinin də evə qaydanda. Yəni düşünürsünüz ki, burada yerüstü keçidin olması mütləqdir. Yerüstü keçidin olmağı da vacibdir. Ən azı burada işıqfor qoyulmalıdır. Nizamlayıcı işıqfor. Uşaqlar keçəndə düyməni basıb saxlasınlar. Yəni bu olsa mütləqdir. Mütləq olmalıdır. Yəni bununla qəzaların qabağı alınmalıdır. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan DNAS TV-yə verilən məlumata görə sözgedən ərazidən agentliyə indiyədək heç bir rəsmi müraciət daxil olmayıb. Bildirilib ki, yerüstü keçidin quraşdırılması ilə bağlı rəsmi müraciət daxil olarsa, məsələ araşdırıla və layihələndirilmə işlərinə baxıla bilər. Əllə idarə olunan işıqfor tələbi ilə isə Baş Dövlət Yol Polis İdarəsindən bildirildi ki, məsələ araşdırılacaq. Hazırda Ceyranbatan sakinləri problemin tezliklə həllini gözləyir və yolun həmin hissəsində piyada təhlükəsizliyinin təmin edilməsini tələb edirlər. Nizam Rəsulov, Fərad Ələkbərli, xüsusi olaraq DNAS TV üçün.